Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli 27.05-in kuruğundan Paşdavoy getdikdə yolun sol tərəfində 4,5 sot torpaq sahəsi satılır. Hal-hazırda mən sizə həmin torpaq sahəsinin ərazisini göstərirəm. Sənədi çıxarışdır. Asan xidmət dalğı satqıya gedən sənəddir. Tex pasportu var. Torpaq tökmə deyil. Konkretlə 4,5-dir. Sotu qiyməti 15.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə deməli torpaq sahəsinin ərazisini göstərirəm. Bax bu cürdür. Yenə təkrar edirəm. Torpaq tökmə deyil. 4,5 sot torpaqdır. Bundan başqa İndi isə mən sizə həmin küçəni göstərirəm. Bax, sağ tərəfdə ikinci evdə yaşayış var. Sol tərəfdə təxminən 50 metrlikdən sonra yaşayış başlayır. Yəni həmin evdə yaşayış var. Onu da deyim ki, hal-hazırda bax bu durduğum yerdən mən işıq stolpasını görmürəm. Ancaq qaz xəttini görmək mümkündür. Sol tərəfdə təxminən 50 metrliyə qədər qaz xətti gəlib. Yenidən mən sizə bax bu torpaq sahəsinin ərazisini göstərirəm. 4,5 sot torpaqdır. Sənədi yenidən təkrar edirəm. Çıxarışdır, yəni asan xidmət dalğı satqıya gedən sənəddir. Konkretli 4,5 sot torpaqdır. Bax belə, sizlərə uğurlar.